Və bəli dostlar, o gün gəldi. Dünənləri Brawl Stars oyunu ilə bağlı bir video atdım. İndi isə FC Mobile ilə bağlı bir video atacağım. Birinci istəyirəm takımı göstəreyim. 112 genci takımımız. Bir dəqiqə. Bəli, takım belədir. Yedəkdə biz bunu bu gün açdım. 7500 verərək 110-115'li idi təbii ki də. İstəyirəm və bir də maç atım. Gəlin, bir də elə maç ataq. Ciddi. Həm bir də maç atım ki, video qısa olmasın, biraz uzun olsun. Həm də maraqlı bir video olsun. Bir dəqiqə hazırdır. Və bəli gəldi. Siz də xahiş edirəm, bu videoya kim baxırsa əgər, hələ ki onsuz da adam baxmır, bir-iki adam baxacaq və xahiş edirik. Onlar da biraz like atsın ki, biz də biraz qabaq çıxaq. Bir dəqiqə. Maç anlatım səsini bağlayacağım ki, mən səsim yavaş gəlməsin. Dostlar, səsi alacağım. Spişərlərin səsi gəlir, mənim səsim gəlmir də, ona görə səsi bağlayacağım. Hər nəysə, indi maça başladıq. Dostlar, komanda çox seyfdir. Yəni, pul vurmamışam da. Hətta bir neçə dəfə silib yükləmişəm. Yəni, əvvəlləri marağım yox idi oyuna. İndi isə artıq marağım var, ona görə isə... Ona görə isə artıq aralıqsız oynayıram, hər gün girirəm oyuna. Ona görə artıq istəyirəm ki, biraz hesabı da böyüdüm. Və onsuz da bilirdim ki, hapsayətdə özünə maşına vurdum. İstəyirəm ki, hesabı da böyüdüm bu arada. Ona görə aralıqsız girəcəm. Bundan sonra e-futbolla girəcəm. Bu arada bir dənə də dostumuz var və qardaşım. Onunla da ortaq bir video çəkmək istəyirəm. Kanalını da nə vaxtsa göstərəcəm. Onunla e-futbolda versələr çəkəcəyik hətta. Bəlkə PUBG videolar da gələcək. PUBG-dən də video atacağım. Amma ki, hələ ki PUBG-yə girmədiyimə görə hələ ki düşünmürəm. Və bu arada yəni PUBG-yə niyə girmirəm? Çünki artıq PUBG maraqsızlaşıb. Yəni bu indi gələn güncəlləmələr çox maraqsızdır mənim üçün. Belə deməyim, maraq pisdir güncəlləmələr. Sadəcə o köhnə həvəsi vermir. Köhnə də o vaxtlarda daha yaxşı həvəslə oynayırdıq. Amma ki, indi artıq oyunun güncəlləmələri də biraz pisdir. Ona görə hələ ki oyundan uzağam. Düzdür, oyunu silməmişəm, oyun qalıbdır. Ancaq ki, o PUBG-ni oynamıram. Və onu da deyim ki, bundan sonra sabah bəlkə atacağım. Sabah hələ bilinmir. Ancaq ki, bundan sonra isə e-futbolda video gələcək. Sonra isə istəyirəm ki, çoxlu videolar atım və kanalı böyüdüm. İndi isə gəlin elə oyunu məqsədim verə maça və Lineker və gol 2-0. İndi oyuncular zəifdir. Bundan sonra isə daha elmasa, dünya klasına da baxışın elmas edim. Dünya klasına da kasa bilərik. Onun üçün də ayrı bir video ola bilər. Və belə videolar atacağım. Kanalı böyüdəcək. Və xahiş edirəm, kim baxırsa bu videoya, onsuz da baxan azdır, 1-2 nəfər baxır, o da ki, mənim dostlarım, yəni öz kanallarımdır ki, biraz 1-2 nəfər baxsın, bəlkə kimsə baxar. Ona görə bəlkə də bu videoda tutdu, bəlkə tuta bilmədi, onu hələ bilmək olmur. Amma inşallah ümid edirəm ki, əgər bir video tutsa, demək olar ki, kanal böyüyür, həmişə elə olur.
Bir video tuttuktan sonra kanal həmişə böyüyür. Və istəyirəm ki, bu oyuncuyu da salım indi. Görüm necə oyuncudur. Drogba yeni salım hə. Və belə kanalları da böyüyəcək inşallah. Və istəyirəm ki, bundan oyun videolarından başqa cür də videolar çəkim. Məsələn, YouTuberləri sıralamaq olar. Nə bilim, TikTok videolarına təpki ola bilər. Başqa videolar da ola bilər. Və bu arada da yaxşı oynuram, amma 3-0'dır, hələ ki yaxşıdır. Onsuz da rəqibi də zəifdir. Hələ ki zəiflərdir də. Çox da güclü adamlar deyil. İnternet niyə zəifdir? Bir dəqiqə vuracam ki, qoy top çıxsın. Top niyə çıxmır ya? Vuracam ki, top çıxsın. Yeni oyuncuyu ilk burada dəniyim. Ki, görüm necədir. Uydu! Oha! Necə vurdum o qolu? Oha! Düz center'dan vurdum Baxın. İlk dəfə. Özü kayıtdadır indi də. İlk dəfə bu qədər uzaqlıqdan qol vurdum. Düz o Barkolanın olduğu yerdən qol vurdum Uydu. Uydu. O necə vurdum o? Əslində mən onu vurdum ki, top çıxsın qırağı. Bir də bilməzdim ki, qol var. Ayda 4-1. Rooney. İstəz ol da, nə gözləyirsən Qardaş 4-1 uduzur. Yenə də gözləyir ki, qola baxacam. Məncə bot deyə bu. Botdur. Çünki Pro 3-də, Pro 3-də çox da güclü oyuncular gəlmir. Yaxşı ki, qayda almışam Çox gözəl qol idi. Həqiqətən. İstəyirəm ki, biraz problemlər yaşandı. Çıxış elə bilmədim. Çıxış indi eləyirəm. Biraz səz eləyəcəm. Bəzi işlər çıxdı. Hər neysə, bu videoyu xahiş edirik. Like atın. Like atmaq ücretli deyil, yəni pullu deyil. Nə olar? Dəstəyiniz bizim üçün çox vacibdir. Sağ olun, salamat qalın.